Mesela Allah niye cənnətə aparır biz onda? Ana niye yemək verir uşağına? Ananın analığı da yemək verir uşağına, yemək pişirir, verir. Gərək uşaq zəhmət çəksin, çətinliyə düşsün ki, ana uşağına yemək versin, yox. Ananın analığı bunu tələb edir. Allahın Allahlığı tələb edir ki, bizə cənnət versin. Yoxsa üstünə düşmür bizə. Elə bilmiyorum, biz haqq eləmişik cənnəti. Qazanmışıq, qazanmamışıq. Allahdır da, Allahdır. Bizimlə lütf eləyir sadəcə, Allahlığın göstərir. Rəhmətin, mərhəmətin göstərir. Atalar gedir, burada çoxu atadır, cavanların da, cavan ailələr var. Gedir, işləyir, çalışır, uşağına yemək verir, baxır, uşağı yiyir, zövq alır. Uşaq keyf elədikcə ata zövq alır. Niyə? Niyə atadır ona görə? Ata da adı üstündədir. Allah da, Allah da, Allah deyə cənnət verməlidir. Verməlidir nə mənada? Öz-özünə vacib eləyir. Heç kəsin tələbi olmamalıdır ondan.